Mütəlaqa dedilər ki, çox qəliz danışırsan, çox ağır temlə danışırsan, biz sizə anlamırıq. O da cavab verir ki, mən də nə qədər aşağıdan danışacağam, siz biraz qalxın da yuxarı. Yəni hələ mən aşağıdan danışıram, siz niyə qalxmırsınız yuxarı? Mən əvvəl demişəm, 3 il, 5 il, onu biz hələ mədrəsələrdə, məscidlərdə, onlayn və ya canlı dərslərdə əhkam əxlaq Quran, əhkam əxlaq Quran, əhkam əxlaq Quran, eyni dərslərdə oxuyuruq. Hanı sənin inkişafın? Niyə biz zehni yeniləmirsən, yeni elmlərlə, nə müəllimlə can atmırsan, nə irəliləşirsən? Bax belə eləmirsən. Bax belə şəxslərlə demişəm də çaba cəmiyyət qurmaq, iş görməli biraz təhlükəlidir. Çünki bu adamın dünya görüşü yoxdur. Bu adam yerində qalan şəxs. Din nə deyir? İnkişaf elə. Evet, insanın icbari, insanın fərdi və yaxud da əvvələ qadıram, insanın fərdi və yaxud da ictimai məxluq olması barəsində 4 nəzər var idi. Təxminən 1-nə 2 eyni idi. 3 İslam dini dəni idi, 4 fərqli. Deməli, birinci və ikinci nəzərdə deyirlər ki, fərd daha önəmlidir, cəmiyyət yox. Bir nəzəriyyə var idi, o deyirdi ki, deməli, cəmiyyət daha önəmlidir. İslam dini nə deyirdi? İslam dini dedi ki, həm ictima, həm də fərd. İslam dini hər ikisini dəstəklədi. Dedi, ailələrimiz, amma istisna şərtlərlə ki, cəmiyyət olsa, yaxşı cəmiyyət olsa. İndi icbari yoxsa ixtiyari. Fərdi və ictima məsələ, baxın, deyirlər ki, fəhmus sual nisful cavab. Fəhmus sual nisful cavab. Bu bir tələbə cümləsidir, ruhani sistemində. Yəni, fəhmus sual, sualı anlamaq nisful cavab. Cavabın artıq yarısı sənin zihində var. Sual bilək nədir? Demişəm, sualı anlamadan cavab verməyin. Bir sual nədir? Sonra. Sual dəqiq anlayanda cavab onun içərisində var. Və mövzu nədir? Mövzu bu idi. Fərdi, tək və ictimai cəmiyyət. Fərdi və ictimai məsələlər qarşısında azad və muxtar. Azadsan, muxtarsan, yoxsa icbari məcbursan. Bu barədə nəzərlər var idi. Bir nəzəriyyə deyirdi ki, birinci fikrə əsasən, o ki, birinci fikir kimi idi, o fərdi üstün bilənlər. Onlar deyirlər ki, bu məsələ barəsində, deməli, bunlar deyirlər ki, ictimai deyil. Yəni, burada insan ictimai deyil, fərdidir və fərd olaraq bu məsələlər qarşısında, bir dəqiqə, o tapım, bu cümləni. Birinci nəzər əsasən, insanın vücudu və fərdlərin əsas, cəmiyyətin isə fərdlərin əsas olmasını götürür. Çünki bu birinci nəzəriyyə fərdi önəli bilir, ictimai sonra. Deyir, fərd əsasdır, ictimai isə şərti mürəkkəb olmasını qəbul edir. Mürəkkəb, çünki tərkib tapı müəyyən bir toplu insanlardan, hamısı zehni eyni deyil deyə, bunlar birinci qəbul etmişlər. Bunu oxumuşdur. Sonra ikinci nəzəriyyə var idi burada, bir nəzəriyyə. Deyirlər ki, insan nədir? İcbaridir. İnsan, hansı nəzəriyyə? İnsanın, deməli, fərdi və ictimai məsələlər qarşısında ixtiyar sahibi olması, yoxsa icbari olması barəsində birinci məşəb deyir ki, insan burada fərdi olduğu üçün özü bilər, öz şəxsi işidir. Bir məşəb gəldi ki, yox, burada insan məcburdur. Yəni, məcburdur cəmiyyətin müəyyən şeylə əyaqlaşsın. Bəs din nədir? Din deyir ki, ikisi də var. Yəni, həm o məsələ var, həm də bu məsələ var. Elə məsələlər var ki, bəli, sən orada əyaqlaşmalısan. Əyaqlaşmalısan. Elə şey də var ki, orada sən deyəndir. Bir dərsliyi var, ruhani dərsliyi. İnşallah mən o var çalışım, mən sizə qeyd edim, gələn dərslərimizdə. Ruhani müstəqilliyi. Belə bir dərsliyi var, çox qəşəng dərsidir. Quranda var ki, Peyğəmbərə dini məsələləri yox, başqa məsələlərdə məsləhətləş, məşvərət elə. Və 50 yaşda bir məşrubu var,
Muxtara, deməli, Malikeşlərə yazır. Malikeşə vaxtı Misirdə nümayəndə idi. Deyir ki, halı haramı çatdır, amma cəmaatın o ki var, adət ənənəsi var, ona qarışma. Çox belə üstlərindən getmə. Elə şey var ki, yaxşı dəbdir, o halda hə, yəni qarışmayacaq. Çünki dini əsası olmasa, normal dəbdir də. Amma elə şey var ki, cəmiyyətə pis dəb alıb, ona qarşı sən çıxacaqsan. Bu da dinin bir göstərişdir. Sonra cəmiyyətin qüvvəsi şəxsi qüvvədən çoxdur. Bu dini baxışdır. Cəmiyyətin qüvvəsi şəxsi qüvvədən çoxdur və onda şəxslər ictimai işlərdə heç bir icbara mane olmurlar. Bu da dini baxış idi. Biz gəldik deməli bugünkü dərsimizə. Danışığı bir növ keçən dərsin, olasın biz qəliz olsa, amma çalış oxuyun. Oxuyanda oxuyun, bəlkə oxuyun tanasana. Nə anladın o vərəqdə yaz, öz dilində yaz. Sonra onu oxuy. Xülasəsini, nə anladın? Bil ki, dərs bundan danışır.